Dövlətlər niyə heç vaxt yola getmir? Niyə sülh, sanki hər an qırıla biləcək bir şüşə parçası kimidir? Baxın, bugün biz məhz bu əbədi suallara cavab axtaracağıq. Bunun üçün də gəlin, beynəlxalq münasibətlərin o dəmir qanunlarını üzə çıxaran Hans Morgenthau'nun klassik nəzəriyyəsinin dərinliklərinə enək. Bu sual bilirsiniz, təkcə bizim deyil. Əsrlərdir ki, filosoflar, siyasətçilər, hətta bizlər kimi adi insanlar da bu barədə düşünür. Bəlkə günah insanın təbiətindədir, yoxsa pis liderlərdə. Hər kəsin bir fikri var. Amma gəlin görək, realist nəzəriyyə bu məsələyə necə, daha soyuqqanlı bir şəkildə yanaşır. Baxın, Morgenthau'nun da əsaslandığı fikir budur. Realist yanaşmanın bütün mahiyyəti də elə buradadır. Dünyanı olmasını istədiyimiz kimi yox, olduğu kimi görmək. Yəni, o çəhrayı eynəkləri çıxarıb, reallığın soyuq, bəzən də sərt üzünə baxmaq lazımdır. Gəlin biz də bu eynəyi taxaq və beynəlxalq siyasətin pərdə arxasında nələr baş verdiyini anlamağa çalışaq. Yaxşı, əgər bütün dövlətlər dayanmadan bir-biri ilə mübarizə aparırsa, deməli ortada hamının arzuladığı bir şey var, elə deyilmi? Bəs nədir o böyük mükafat? Cavab əslində çox sadədir. Güc, siyasi güc. Gəlin indi bu anlayışın içine açaq, görək bu əslində nə deməkdir. Morgenthau bunu çox sadə izah edir. Güc, başqa insanların, başqa dövlətlərin ağlına və hərəkətlərinə nəzarət etmək bacarığıdır. Və bu, heç də həmişə tankla toplu olmur. Əslində güc çox vaxt bir güllə belə atmadan, məsələn, iqtisadi sanksiyalarla, diplomatik təzyiqlə, hətta bəzən mədəniyyətlə başqa bir ölkəni sənin istədiyin şeyi etməyə vadar etməkdir. Və baxın, burada çox incə, amma həyati bir məqam var. Güclə zorakılığı heç vaxt səhv salmaq olmaz. Güc istədiyini müharibə etmədən əldə etmək sənətidir. Əgər silahlar işə düşürsə, deməli siyasət artıq iflas edib. Güc işə yaramayıb. Belə deyək də, siyasi güc ağılları idarə etməkdirsə, zorakılıq sadəcə bədənləri yox etməkdir. Biri digərinin uğursuzluğudur. Deməli, bütün bu beynəlxalq arena əslində nəhəng bir psixoloji savaş meydanıdır. Atılan hər bir addım, göndərilən hər bir diplomatik nota, keçirilən hər bir hərbi təlim, hətta imzalanan bir ticarət sazişi belə, əslində hamısı rəqibin beyninə təsir göstərmək və onu öz iradənə tabe etmək üçün hesablanmış bir gedişdir. Bəs yaxşı, dövlətlər bu böyük güc oyununda hansı strategiyaları seçirlər? Morgenthau'ya görə yol əsasən ikidir, çox mürəkkəb deyil. Ya əlində olanı, yəni gücünü qorumağa çalışırsan, ya da daha çoxunu əldə etmək, gücünü artırmaq üçün hücuma keçirsən. Təsəvvür edin ki, bir şahmat lövhəsidir. Status quo siyasəti yürüdən oyunçu mövqelərini bərkidir, müdafiəyə çəkilir, əsas məqsədi vəziyyəti olduğu kimi saxlamaqdır. Amma imperializm siyasəti yürüdən oyunçu tam əksinə fiqurlarını irəli atır, aqressiv oynayır və bütün oyun lövhəsini, yəni güc balansını alt-üst etmək istəyir. Status quo-ya klassik bir nümunə istəyirsinizsə, baxın, ABŞ-ın məşhur Monroe doktrinası. Bu doktrina ilə Washington bütün dünyaya, xüsusilə də Avropaya çox açıq bir mesaj göndərirdi. Bura bizim həyətimizdir. Amerika qitəsindəki mövcud güc bölgüsünə toxunmağa cəhd etməyin, yoxsa qarşınızda bizi görəcəksiniz. Bu mövcud vəziyyəti qorumaq üçün çəkilmiş qalın bir qırmızı xətt idi. Tam əks qütbdə isə əlbəttə ki, imperializm siyasəti dayanır. Bunun da ən bariz nümunəsi nasist Almaniyasıdır. Hitler üçün Birinci Dünya müharibəsindən sonra qurulan o Versal sülhü, yəni o dövrün status quo-su bir alçaldılma idi. Və onun məqsədi bu sistemi sadəcə biraz dəyişmək deyildi. Yox, məqsəd onu kökündən dağıtmaq, bütün oyunun qaydalarını öz xeyrinə yenidən yazmaq idi. Yaxşı, bəs belə bir sual ortaya çıxır. Əgər hər kəs daha güclü olmağa çalışırsa, dünya niyə tam bir xaosun içində deyil? Niyə hər şey tamamilə dağılıb getmir? Çünki sistemi bu xaosa yuvarlanmaqdan qoruyan sanki görünməz bir əl, bir qanun var və bu qanunun adı güc balansıdır. Bunu beynəlxalq siyasətin fizika qanunu kimi düşünə bilərsiniz. Bir tərəzidə bir göz həddindən artıq ağırlaşanda nə baş verir? Digər göz yuxarı qalxır. Eynilə, bir dövlət həddindən artıq güclənib hamıya hökm etməyə başlayanda, digərləri dərhal təhlükəni hiss edir və özlərini qorumaq üçün təbii olaraq ona qarşı birləşirlər. Bu ittifaqlar, alyanslar, bax o tərəzinin digər gözünə qoyulan çəki daşlarıdır ki, tarazlıq yenidən bərpa olunsun. Və bu, bilirsiniz, heç vaxt dayanmayan dinamik bir rəqs kimidir. Birinci addım, bir güc dominant olmağa çalışır. İkinci addım, digərləri bunu özləri üçün təhlükə sayır. Üçüncü addım, onlar dərhal birləşib bir əks koalisiya yaradırlar. Dördüncü addım, tarazlıq bərpa olunur, təcavüzkar biraz geri çəkilir. Amma bu rəqs heç vaxt bitmir, çünki güc istəyi, hərisliyi də heç vaxt bitmir. Proses daima təkrarlanır. Və düşünməyin ki, bu nəsə yeni bir kəşfdir.
Əsla. Baxın, Francis Bacon bunu əsrlər əvvəl deyib. Ağıllı hökmdarlar həmişə biliblər ki, qonşunun həddindən artıq böyüməsinə, güclənməsinə göz yummaq əslində sabah öz taxt-tacını təhlükə altına atmaq deməkdir. Bu, dövlət idarəçiliyinin qızıl qaydalarından biridir. Bura qədər hər şey aydındır. Bəs əgər işlər qarışsa, təsəvvür edin ki, bir masada 2 nəfər oturub, amma biri şahmat oynadığını düşünür, digəri isə poker. Yəni, oyunçular artıq eyni qaydalara, eyni mənəvi dəyərlərə inanmırsa, onda nə baş verir? Məhz bu nöqtədə işlər çox təhlükəli bir hal almağa başlayır. Baxın, bir var idi köhnə dünya, aristokratik beynəlmillətçilik, liderlər fərqli ölkələrdən olsalar da, sanki eyni klubun üzvləri idilər, eyni qaydalara, davranış kodeksinə inanırdılar. Müharibələr belə daha məhdud idi. Amma sonra gəldi millətçi universalizm dövrü. Burada isə hər bir millət öz dəyərlərinin, öz mənəviyyatının yeganə doğru yol olduğuna inanır və onu bütün dünyaya zorla qəbul etdirməyə çalışır. Bu artıq üstünlük mübarizəsi deyil, bu sistemin özü uğrunda ölüm-dirim savaşıdır. Tarixə baxanda bu dəyişikliyi, bu uçurumu çox aydın görmək olur. 18-ci əsrdə ortaq bir Avropa Respublikası anlayışı var idi, münaqişələr daha yumşaq idi. Sonra 19-cu əsrdə millətçilik alovu hər yeri bürüdü və o ortaq zəmin yox oldu. Və nəhayət, 20-ci əsrdə səhnəyə bir-birini məhv etməyə çalışan ideologiyalar, demokratiya, kommunizm çıxdı. Hər mərhələdə mübarizə biraz da qəddarlaşdı, biraz da amansızlaşdı. Və bu, bəlkə də bütün nəzəriyyənin ən qorxulu nöqtəsidir. Bilirsiniz, mübarizə hansısa bir torpaq parçası, bir əyalət uğrunda gedirsə, həmişə bir kompromis yolu tapmaq olar. Amma mübarizə haqq uğrunda, ədalət uğrunda, yəni səlib yürüyüşünə çevriləndə, o zaman rəqibindən danışmırsan. Rəqib artıq bir oponent deyil, o kökü kəsilməli bir şeytandır. Bax, bu müharibələri total və inanılmaz dərəcədə dağıdıcı edən şeydir. Yaxşı, bəs bütün bu tarix, bu nəzəriyyə bugün bizim üçün nə ifadə edir? Niyə bu bizim üçün maraqlı olmalıdır? Gəlin indi Morgenthau'nun bu prizmasından baxaraq öz yaşadığımız dünyaya, bugünün siyasətinə bir nəzər salaq. Yəni, gəlin bir yekunlaşdıraq. Morgenthau'dan öyrəndiyimiz əsas dərslər hansılardır? Birincisi, beynəlxalq siyasət əslində təsir, yəni güc uğrunda gedən, sonu olmayan bir mübarizədir. İkincisi, dövlətlərin 2 əsas yolu var. Ya status quo-nu qorumaq, ya da onu dağıtmaq, yəni imperializm. Üçüncüsü, güc balans sistemi stabilliyi təmin edən əsas mexanizmdir. Və nihayət dördüncüsü, işin içinə bir-birinə düşmən ideologiyalar girəndə bu mübarizə qat-qat daha təhlükəli olur. Və bunu səhv başa düşməyək. Bu nəzəriyyə bizə dünya pisdir, hər şey məhv olacaq demir. Bu bədbinlik deyil, bu reallıqdır. Bu daha çox bir cərrahın neştərinə bənzəyir. Soyuq, kəsici, amma diaqnoz qoymaq üçün vacib bir alət. Bu alət bizə imkan verir ki, xəbər başlıqlarının, siyasi bəyanatların arxasına keçib, dövlətlərin əsl motivlərini, əsl hərəkət səbəblərini anlayaq. Və yekun olaraq, gəlin bu çox vacib sual üzərində birlikdə düşünək. Görəsən, bugünkü dünyada, yəni süper güclərin, qlobal korporasiyaların, texnoloji nəhənglərin at oynatdığı bir mühitdə o klassik güc balansı sistemi hələ də işləyirmi? Yoxsa bəlkə də biz artıq tarazlığın heç cür bərpa oluna bilməyəcəyi tamamilə yeni bir oyunun, yeni bir eranın astanasındayıq? Bax, bu sualın cavabı bizim hamımızın gələcəyini müəyyən edəcək.